Hər vaxtınız xeyir olsun. Bu videoda deməli biz internetdə necə pul qazanmaq imkanları və üsullardan danışacağıq. İlk öncə demək istərdim ki, səbir lazımdır. Çünki hər bir işə başlamaq üçün birinci nəyisə öyrənmək lazımdır. Ona görə də ən sadə variantından başlayacağıq. Ən sadəsi də bu reklamlara baxmaq. Deməli, bütün bu saytların ссылкaları videonun altında yazacağım və keçib registrasiyaya ola bilərsiniz. SEOspring saytında biraz registrasiyası çətindir. Ona görə ki, test keçmək lazımdır, suallara cavab vermək lazımdır. Amma SEO Faster'da sadədir. Bu saytlarda registrasiya olundan sonra belə bir bağlı olacaq bu belənçindən bir görünüş olacaq. Və burada siz məsəl üçün zarabot, deməli pul qazanmaq. Bu reklam yerləşdirmək üçün reklamla məsəl üçün məşğul olmaq. Bir də lичный kabinet, deməli şəxsi kabinetiniz. Burada da öz danılarınızı daxil etmək lazımdır. Əsas odur ki, WebMoney şotunuzu daxil etmək lazımdır ki, ona görə ki, sonra burada pul qazanan məbləğləri siz orada çıxarda bilərsiniz. WebMoney də belə bir saytdır. İnternetdə burada kartı da bağlamaq olar, sonra bu pulu karta köçürtmək. Və bankda bankomatda yəni ki, əldə etmək olar sonra o pulu. Bütün bu saytlara WebMoney'də də ссылка verəcəm sizə. Yəni ki, registrasiya keçmək üçün. Həm də ki, bu pul qazanmaq üçün. Sadəlik nəyə görədir? Surfing. Surfing bu reklam saytlara baxmaq üçündür, məsəl üçün. Seçirsiniz любой bir ссылка və burada 5 saniyə keçəndən sonra adı bir məsəl çıxır. Bunu düzgün cavab verirsiniz. Burada yazılıb, deməli, защитен, deməli, köçüb. 0,1 qəpik köçdü. Bu şotunuza. Hansı, məsəl üçün, saniyəsi çoxdur, biraz çox pul verir. Və həmən reklamı bağlayırsınız gözləmədən. Deməli, amma çox pullu biraz bu tapşırıqlardır. Bu zadaniya, deməli, zadaniya tapşırıq deməkdir. Bu tapşırıqla biraz çox pul qazanmaq imkanı olur. Həmçinin burada da məsəl üçün 10 rubuldan 50 rubul kimi filtr qoymaq olar. Yəni ki, ən ucuz tapşırıqlar çıxmasın. Burada görürsünüz ki, 25 rubul, 10, 18 rubul, 30 rubul tapşırıqlar var. Deməli, bu tapşırıqlar necə eləmək lazımdır? Görürsünüz ki, bütün ulduzlar yaşıldır. Deməli, həmən insan pulu vaxtında ödəyir və tapşırıq sadədir və gözəldir. Deməli, bu tapşırığın üstünə mışqı ilə tıklayırsınız və burada nə etmək lazımdır? Hamısı yazılıb. Deməli, keçirsiniz həmən saytına registrasiya olursunuz və ondan sonra öz adınızı və həmən saytında necə registrasiya olmusunuz, ID-ni daxil edirsiniz. Tapşırığı başlamaq üçün tapşırığı başlamaq knopkasını basırsınız və ondan sonra burada daxil edirsiniz öz ID-ni, hansını ki o biri saytda registrasiya keçmişsiniz və 25 rubul, 10 rubul sizin olacaq. Burada göndərmək, deməli, ya da ki, imtina eləmək, yəni ki, istəmirəm, bu tapşırığı başa düşmədim. Ya da ki, eləyəndən sonra atpravit eləmək, deməli, göndərmək, yoxlamağa. Bu qədər. Ondan sonra bu pulları çıxarmaq üçün получить деньги, burada основной счет, deməli, pulu almaq. Tıklayandan sonra burada
WebMoney, Yandex hansı koşulyoku işlədirsinizsə seçə bilərsiniz. Mən bu pulu uca çıxartdım bugün. Ona görə daha düzgün dünən çıxartmışdım. 4 saat qalıb 57 saniyə. 57 dəqiqə 13 saniyə, yəni ki təzədən çıxarda bilərəm. Yəni ki gün ərzində bir dəfə şotunuza pul çıxarda bilirsiniz. Və həmən o pulu mən sizə göstərmək istəyərdim. Dünən köçdüyüm yanvarın 9-unda deməli. Bugün yanvarın 10-udur. 62 rubl. Düzdür, çox deyil, amma 2 manat nə qədər 50 qəpik pul edir. Həmçinin bu da saytda həmən problemsiz получить деньгidən ki pulu almaq seçirsiniz. WebMoney ən azı 2 rubl. Bu 2 rublu da mən bugün çıxartdım buradan. Gördüyünüz kimi də bu 2 rubl köçdü SEO Sprint saytından. Bu da SEO Fast. Gördüyünüz kimi yazılıb seofast.dan keçib bu pul. Yəni ki heç bir problem yoxdur. Bu birinci və ən sadə usuldur internetdə pul qazanmaq. Düzdür, azdır, amma bu pullar məsəl üçün sizi başqa bir öz saytını açmaq üçün ya YouTube-da raskrutka eləmək üçün çox bir köməkli ola bilər. Siz bunu həm çıxarda bilərsiniz, həm də ki çıxartmaya da bilərsiniz. İnternetdə də nəyisə ala bilərsiniz həmən pulları ilə. Məsəl üçün AliExpress kimi saytlarından nəyisə zakaz eləyib ala bilərsiniz. Və də ki, yəni ki bank kartını bura bağlayıb belə bir şey çıxacaq. Deməli kartın nömrəsi, ay neçəsinə kimi, kod və s. Prikrepit koşulku, deməli həmən şotu bu koşulyoka bağlamaq. Mən kart işlətmirəm burada WebMoney-də. Çünki bu pulları mən internetdə xərcləyirəm. Öz işimə görə mənə bunlar lazım olur və hələ ki ehtiyac yoxdur, mən bunları çıxardım. Bu qədər. Başqa bir suallarınız olsa, nədənsə videonun altında yaza bilərsiniz. Bütün ссылкaları yenə də deyirəm, orada qoyacağım. Sizin verdiyiniz suallara görə də uyğun video yenə də çəkib izah edə bilərəm, problem deyil. Oldu, səbirli olun və yarı yolda heç bir şey heç vaxt atmayın. Onda ancaq ona görə hər şey alına bilər. Sağ olun, var olun. Görüşənərək.